70 il. İndi mənim 37 yaşım var. 70-dən də 37 çıxanda 33 il. 33 ili vurdum aya 12-yə. Neçə ay? Sonra onu belə hesabladım. Gördüm ki, saata, saniyə. Gördüm mən 11 min, nə bilim 100 neçə saat ömrüm qalıb. Onun biri də belə getdi. Və sonra onu saniyələrlə ömrünü yaxınlaşdırırsan, gözün qabağına gətirirsən, görürsən zaman necə gedir. Və zamanın getdiyini görəndə adam həyəcanlanır, ələ-ayağa düşür ki, ilahi zaman necə gedir? Mən nağarım, mən neyniyim? Mən hələ gör nəyin davasını eləyirəm. Sən onu niyə bellədin, bunu niyə bellədin? Gəl qucaqlaşaq, gəl öpüşək, gəl uçaq, xoşbəxt olaq. Zaman gedir, vaxt gedir, torpağın altına gedir yüzey. Çox haqlısan, çox haqlısan. Həyat bu qədər dəyərsiz deyil, yaşamaq bu qədər Bunun qədrini bilmək, qiymətini bilməsən bir də bu dünyaya gəlməyəcəksən. Bu gedən saniyəni geri qaytarmaq mümkün deyil. Haqlısan. Azərbaycan insanında da bir xüsusiyyət var, pis xüsusiyyət. O qədər həyatı gələcəyə hesablayır ki, gələcək haqqında o qədər düşünür ki, indini yaşaya bilmir. Bir də görürsən ki, bu ömür qurtarıb gedib, nə indini yaşaya bildi, nə də gələcəyi. Ay gör, bax gör onun gözlərinə bax.